Azərbaycanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun illik samiti davam edir. Samitə həsr olunduğu dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi mövzusu iqlim dəyişikliyi, urbanizasiya və texnoloji yeniliklər fonunda keçirilir. Forumun ikinci günü nələrlə yadda qalıb, sujetimiz var. Almaniyanın Leipzig şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun ikinci günü mühüm qərarlarla yadda qaldı. Azərbaycanın tövsiyəsi ilə Qana, Panama və Peru forumun üzvləri sırasına qəbul edildi. Bundan da Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin sayı 72-yə çatdı. Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda prezidentlik dövrü çox uğurla icra olunmuşdur. Bu dövrdə Azərbaycanın təşəbbüsü və sədrliyi ilə təşkilatın çətiri altında bir sıra mötəbər beynəlxalq tədbirlər təşkil edilmiş və qlobal nəqliyyat gündəliyinə töhfə verən bir sıra təşəbbüslər irəli sürülmüşdür. Ən vacibi də odur ki, bu prioritetlər yalnız ümumi məqsədlər kimi qalmamış, konkret təşəbbüs və qərarlarla dəstəklənmiş və bugün artıq iki çox mühüm nəqliyyat siyasəti tövsiyəsi, beynəlxalq yük daşımalarının rəqəmsallaşdırılması və şəhər nəqliyyatının təkmilləşdirilməsi sənədləri üzv dövlətlər tərəfindən Nazirlər Komitəsinin iclasında qəbul edilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev bildirdi ki, ölkəmizin sədrliyi dövründə hazırlanan üzvlük strategiyası təşkilatın institusional güclənməsinə xidmət edir. Təşkilatın baş katibi Yang Tae-Kim isə Azərbaycanın sədrliyi fəaliyyətini yüksək qiymətləndirərək yeni üzvlərin qəbulunu Bakının uğurlu diplomatiyasının göstəricisi adlandırdı. Azərbaycanın sədrliyi çox kompetent və səmərəli oldu. Azərbaycan bütün əsas mövzular üzrə, o cümlədən tövsiyələr və üzvlüyün genişləndirilməsi kimi məsələlərdə razılaşmalar əldə etməyi bacardı. Bu da Braziliya üçün xüsusilə vacibdir. Biz Azərbaycanla çox sıx əməkdaşlıq etdik və çox müsbət təcrübə qazandıq. Hesab edirəm ki, Azərbaycan əla iş gördü. 9 ülkenin olduğu en son bu oturumda 72'ye çıkan üyesi olan bir forumu gerçekten başarıyla başkanlığını yürüttüğünü, bu foruma da özellikle güzel başkanlık ettiğini ben ifade etmek isterim. Beynəlxalq Nəqliyyat Forumunun Leipzig samiti artıq həlledici mərhələyə qədəm qoyub. Azərbaycanın sədrlik etdiyi bu qlobal platformada qəbul edilən qərarlar, xüsusilə yeni ölkələrin üzvlüyə qəbulu Bakının dünya nəqliyyat siyasətindəki çəkisini bir daha təsdiqləyir. 70-dən çox ölkə və 1200-dən çox nümayəndənin iştirak etdiyi forumda Azərbaycan təşəbbüsləri gələcək illərin nəqliyyat xəritəsini müəyyənləşdirir. Günay Məmmədova, Azərbaycan Televiziyasının Avropa bürosu, Almaniya, Leipzig. Bakı və ətraf ərazilər